Amerika Birləşmiş Ştatları prezidenti Trampla Rusiyalı həmkarı Putinin son telefon söhbətindən sonra Moskva ilə Kiyev arasındakı danışıqların növbəti mərhələsinin Vatikanda keçiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı. İstanbul danışıqlarının ardınca növbəti platforma kimi Vatikanın gündəmə gətirilməsi şimal qonşumuz Rusiyada birmənalı qarşılanmayıb. Rəsmi Moskva bugün səssizliyini pozaraq Kiyev ilə danışıqların Vatikanda keçirilməsi ehtimalına münasibət bildirib. Я просто хочу сказать, чтобы не было... Vatikanda danışıqların keçirilməsi qeyri-realdır. Məkan kimi Vatikanın seçilməsi, mən deyərdim ki, biraz qeyri-elegant olardı. Təsəvvür edin, pravoslav ölkələri katolik platformada münaqişənin ilkin səbəblərini aradan qaldırmağı müzakirə edirlər. İlkin səbəblərdən biri isə Ukraynanın pravoslav kilsəsini məhv etmə siyasəti kursunu davam etdirməsidir. Kreml isə Moskva və Kiyev danışıqlarının növbəti raundlarının keçiriləcəyi məkanla bağlı hələlik razılığa gəlinmədiyini açıqlayıb. Rusiya prezidentinin sözcüsü Dmitri Peskov danışıqların növbəti yeri ilə bağlı hər iki tərəfin razılığının lazım olduğunu söyləyib. Rusiyalı ekspertlərin fikrincə danışıqların Vatikanda keçirilməsini Ukraynadakı münaqişənin davam etdirilməsinin tərəfdarı olan Qərb istəyir. Ona görə də bu Moskva üçün qəbul edilməzdir. Россия против переговоров в Ватикане. Vatikan neytral ölkə deyil. Hər şeydən əvvəl Vatikan Ukraynada 1000 illik tarixi olan pravoslav kilsəsinə qarşı açıq hücumları pisləməyib. İkinci məsələ isə Ukraynada Unitaks kilsəsi var. Bu kilsəyə əhalinin 13% və bu 13% isə Roma papasına tabedir. Onlar Ukraynada neofaşistləri dəstəkləyir. Bundan başqa yeni Roma papası Leo hələ yepiskop olan zaman Rusiya barəsində çox mənfi fikirlər işlədib. Roma papası Zelenskiyə zəng edib, dəstək ifadə edib, daha sonra onu qəbul edib. Ekspertlər hesab edir ki, Vatikan Rusiya nümayəndə heyətinin, eləcə də Rusiya və Ukrayna liderlərinin mümkün görüşü zamanı prezident Putinin təhlükəsizliyinə zəmanət verə bilməz. Rusiya danışıqların ona görə İstanbulda keçirilməsini təklif edir ki, 2022-ci ildəki danışıqlar məhz orada aparılıb. Moskva yarımçıq qalan bu danışıqlarda əldə olunan razılaşmalar əsasında irəliləmək istəyir. İkinci əsas məqam isə Türkiyənin neytral ölkə kimi Rusiya üçün təhlükəsiz olmasıdır. Кроме того, O ki qaldı Putinlə Zelenski arasında mümkün görüşə. Bu görüşün də Vatikanda keçirilməsi ehtimalı çox azdır. Çünki Vatikan təhlükəsizliyi təmin edə bilməz. Putin isə Vatikana, Avropanın ürəyinə getmək üçün bir sıra ölkələrin hava məkanlarından keçməlidir. Həmin ölkələrin ərazisində isə Qərb xüsusi xidmət orqanları tərəfindən terror törədilə bilər. Ekspertlərin fikrincə Rusiyanın təhlükəsizlik sistemi nöqteyi nəzərindən Qərb xüsusi xidmət orqanlarının Vatikana uçan Rusiya prezidentinin təyyarəsinə raket hücumu həyata keçirməsi ehtimalı olduqca yüksəkdir. Rusiyanın Putinin Vatikana uçan zaman Qərb ölkələrinin təhlükəsizliyi təmin edəcəyi ilə bağlı vədlərinə inanmaq üçün isə əsası yoxdur. Rusiya mənbələrinin məlumatına görə Kreml Ukrayna ilə danışıqların Vatikanda keçirilməsini həm təhlükəsizlik baxımından, həm də Rus pravoslav kilsəsinin Vatikanın danışıqlarda vasitəçi kimi iştirakına şübhə ilə yanaşdığından istəmir. Belə ki, Rus pravoslav kilsəsi hələ də müqəddəs taxtaca Ukraynadakı tarixi rəqibi kimi baxır. Fərid Əkbərov, İTV Xəbər, Moskva.